Gəncə Regional Kollecdə çalışan müəllimə Allahverdiyeva Mehriban Səfərqızı redaksiyamıza müraciət edərək rəhbərlik tərəfindən ona qarşı kobud və ədalətsiz münasibətə məruz qaldığını bildirib. Şikayətdə qeyd olunur ki, kollecin rəhbəri Xoşqədəm Xudiyeva kollektivə gəldiyi ilk gündən etibarən müəllimlərlə sərt və anlayışsız davranış sərgiləyir. Allahverdiyeva Mehriban bildirib ki, bir dəfə dərsi 20 dəqiqə gecikməsi səbəbilə səbəbi izah etməyə çalışsa da, Xoşqədəm Xudiyeva onunla kobud danışaraq izahat yazmağa məcbur edib və üzr istəməsini də tələb edib. Səbəbini başa salıram, amma qulaq asmır. Məni başa düşmək əvəzinə izahat yazdırmaq və sonunda da üzr istəməyimi tələb etdi. Bu artıq təhqirdir, deyə müəllimə bildirib. Onun sözlərinə görə rəhbərlik tərəfindən bir neçə dəfə görüşə çağırılsa da, məqsəd sadəcə itaət tələb etmək olub. Məni çağırıb 45 dəqiqə gözlətdi, amma özü görüşə gəlmədi. Bu mənə hörmətsizlikdir. Bir neçə dəfə də zəng etdilər, getmədim. Çünki artıq münasibət pozulmuşdur, deyə o əlavə edib. Müəllimə iddia edir ki, rəhbərlik qərəzli şəkildə ona dərs saatı vermir, problemlərini həll etmir və digərlərindən fərqli olaraq ona qarşı ayrı seçkilik edilir. Ən zəif müəllimlərə dərs verilir, mənə isə yox. 330 saat dərsim olub, bu ildə cədvəlimdə problem var, amma heç kim həll etmir, deyə o bildirib. Qarşılaşdığı hörmətsizlik və qiymətləndirilməməyə etiraz olaraq müəllimə fəxri fərmanlarına, diplom və mükafatlarını belə təqdim etmədi. Fəxri fərmanını da atdım, diplomu da, medalımı da, artıq bu qədər haqsızlıq yetər deyə etiraz səsini eşidilməsini aidiyyatı qurumlardan tələb edir. Şikayətlə bağlı Elm və Təhsil Nazirliyi və tərəfindən araşdırma aparılmasını, müəllim rəhbərlik münasibətlərindəki bu cür hallar üzrə ciddi tədbirlərin görülməsi gözlənilir.